Mənim əhvalatımın yanında qələt eləyir Titanik gəmisi. Çünki söhbətimin baş qəhrəmanıdır atamın əmsi nəvəsi. Atamın əmsi nəvəsi. Uşaqlıqda çıxmırdı ağzından. Pasos. Uşaqlıqda çıxmırdı ağzından inəyin məməsi, inəyin məməsi, inəyin məməsi. Ağzımın suyu axtıram. Bax belə oğlan idi atamın əmsi nəvəsi. Zamanlıqda keçəl qaldı təpəsi. Çünki Qəbələ Erələsinin yanında yaşayırdı atamın əmsi nəvəsi, atamın əmsi nəvəsi. Girdi Mednusa, Mednusda oxumadı dərsi. Çünki Taylanda köçdü atamın əmsi nəvəsi. Taylandda kişilər eləyir özün qadın cinsi. Qadınlardan fərqləmir kişilərin heç birisi. Sinəsinə qoyurlar silikonlu böyük sisi. Onlara oxşamaq istədi əmim nəvəsi. Əmi nəvəsi, əmi nəvəsi, əmi nəvəsi. Esmira, əmi nəvəsi. Əvvəl adı Samir idi, indi Esmira. Gördüğünüz bu dəhşət Azərbaycan televiziya məkanının reallığıdır. Digər reallıq odur ki, bunlara olar, amma Planet Parni iz Baku KVN teatrına bütün telekanallara olmaz.